Salam, axşamınız xeyir olsun. Liverpool Qarabağ oyunu öncəsi mətbuat konferansına başlayırıq. Mətbuat konferansımızda baş məşqçimiz Qurban Qurbanov və futbolçumuz Yankoviç iştirak edir. Öncə Qurban müəllim öz fikirlərini bildirəcək oyun haqqında, sonra Yankoviçə verəcək sözü və ilk sualları da Yankoviçə alacağıq, çünki o məşqə hazırlaşmalıdır. Təşəkkür edirəm. Salamlayıram, axşamınız xeyir olsun. Qrupun son oyununa çıxırıq, son oyuna hazırlaşırıq və çox möhtəşəm bir stadionda, çox möhtəşəm azarkeşləri olan bir komandaya qarşı və özünə məxsus oyun üslubu olan bir komandaya qarşı oynayırıq və hansı ki çox istəkli, daima bu komandada olan bütün futbolçular çox istəkli olublar həmişə və belə bir komandaya qarşı oynayacaq və çox istəyirik ki, burada yaxşı oyun nümayiş etdirək, yaxşı mübarizə aparaq və inşallah futbolçularıma inanıram, güvənirəm ki, sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar və belə sona kimi yaxşı, intizamlı oyun göstərməyə çalışacağıq. Yanko, please. Good evening, everyone. Yeah, like the coach said, we are playing in one of the most legendary stadiums and the strongest team in the world. So it's an honor to us, and we are very happy to be here. And tomorrow we are expecting to show good game. Of course, with the respect to the opposite team, they're playing at home, and we are guests here. But we will try to play a very nice game and to try to make a good result. Yankoviç'e suallarımızı alabilirik. Buyurken. İki sualım olacak. Yani rəqibin yarım müdafiəsi demək olar ki, ulus futbolçulardan ibarətdir. Son dünya çempionu Makalistər, Sabastay, Gravenberg. Yəni bu cür yarım müdafiəyə qarşı daha çox topsuz pressing edəcəksiniz, yoxsa topu alıb rəqibin qol vəziyyəti yaratmasına mane olmağı planlayırsınız? İki sual. Yanko, question for We you. didn't translate nothing. Bir dəfə də verə bilərsən ki, hansı sualı? Zəhmət olmaz. Rəqibin yarım müdafiə xətti, yarım müdafiəçiləri ulus futbolçulardan ibarətdir. Burada Sabastay, Makalistər, Gravenberg kimi oyuncular var. Və bu cür yarım müdafiəyə qarşı necə oynamaq planlaşdırırsınız? Yəni topsuz pressing edəcəksiniz, yoxsa topu sizdə olacaq rəqibin qol vəziyyəti yaratmasına mane olmağı planlayırsınız? Tomorrow before the game we will make our agreement, and we will listen the coach and coaching staff advice, but I think that more or less during all these years in our European games or even in our championship games, everybody knows that we are always pressing high, and there is no difference which team is on the opposite side. Of course, it's not the same when you are pressing Liverpool or some other teams. They are very good players, technical and with big quality, so sometimes even if you make it good, it's not guaranteed that you will take the ball, so it will be difficult, and we need to run a lot, and but yeah, definitely I think we will press high, and in the moments when we don't take the ball, then we need to go back and play compact.
Yəni, rəqibin heyətində bəzi futbolçular var ki, onlar sizə tanışdılar. Futbol birisi Leverkusen'in qarşılaşmalarında futbolçulara qarşı. Ümumiyyətlə, yəni Liverpool'un hansı futbolçuları sizin fikrinizcə daha çox təhlükəlidir, yəni daha çox qalibiyyətlə Qarabağ? We don't need to go by names. There are 20-25 amazing players, and yeah, we know them from before. We had experience against Bayer Leverkusen. In that moment, they were also one of the biggest, best teams in Europe. But we had amazing 2-3 games against them. So I hopefully we can repeat something like that, but this time with a better result. Yanko içər. Başqa sualınız yoxdursa ona icazə vereyim. Thank you, Yanko. Buyurun, Tural buyur. Mən uğurlar arzulayıram. Hazırda elə bir turnir vəziyyəti yaranıb ki, Qarabağ əgər məğlub olsa belə, playoff şansları 90%-in üzərindədir. Bu məqam futbolçuların oyuna yüklənməsinə necəsə təsir edə bilər, istər müsbət tərəfdə, istər mənfi tərəfdə? Ümumiyyətcə, son vaxtlar bu barədə çox danışılır. Şanslardan yəni çox danışılır. Amma biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, ümumiyyətcə, özümüzü sırf biz bu oyuna kökləməliyik. Hər deyəndə bu cür komandalara qarşı belə azarkeş önündə böyük futbolun dadını görə bilmirsən. İnanıram ki, heç kim, heç bir futbolçu yəni fikri, düşüncəsi həmin oyunlarda olmayacaq. Hamının, bütün futbolçuların fikri sırf bu oyunda olacaq ki, özünü ancaq yaxşı tərəfdən göstərsin və intizamlı oyun göstərsin və yaxşı mübarizə aparsın. Aytən xanım, sual buyurun. Qurban bəy, sabahki oyun karyeranızın ən vacib sınağı hesab etmək olar? Ən vacib Sınav. sınavlarım çox olub. Bu şükürlər olsun Allah, bugünə kimi sınavlardan pis çıxmamışıq, amma sadəcə sabah şansımız var ki, bəli, daha yaxşı bir nəticə əldə etməyə və belə böyük oyunlar, belə böyük, əgər bizim bugünə kimi verdiyimiz nəticədən daha yaxşı nəticə əldə eləmək şansımız varsa, bu əlbəttə ki, həm sınaq, həm bir imtahan, həm də böyük bir məsuliyyət tələb eləyir və bu belə oyunların, o imtahanların içində bəlkə də bugün ən yuxarıda olanı da hal-hazırda. Hazırda Liverpool müdafiəsində ciddi nöqsanlar var. Hücumçularımızdan sabah sürpriz qollar gözləyə bilər. Mən ümumiyyətcə belə böyük komandalarda, belə oyunlarda problem var deyə düşünmürəm. Çünki böyük klubdur, böyük tarixə, böyük təcrübəsi olan bir klubdur və ələlxüsusda biz elə bu ilin əvvəlindən də baxsaq, Çempionlar Liqası oyunlarında həddindən artıq yaxşı nəticələr əldə edirlər. Bugün ola bilər çempionatda, Premier Liqada biraz nəticələri kluba görə, klubun qarşısına qoyulan tələblərə görə bir o qədər ürək açan deyil, amma ümumən Çempionlar Liqasında bütün oyunları demək olar ki, ən yaxşılardan olurlar. Sadəcə 1-2 oyunda biraz zəif nəticə göstəriblər. Amma yəni, bu komandanın oyun üslubu, ümumiyyətcə futbolçuların bir-birini tamamlaması həmin o düşündüyümüz problemləri tez aradan qaldırır və biz həddindən artıq diqqətli olmalıyıq. Ülke Hanım. Bir neçə sualım olacaq.
İlk sual Ömer. Sabahki oyunda yani Liverpool səviyyədə komanda sayısı hesabsız bu səviyyədə oyunları çıxıb. Qarabağ üçün isə bu qarşılaşma xüsusi əhəmiyyət kəsb edir və Liga mərhələsinin müşkülatlarından sonra da Azərbaycanlı futbol azarkeşləri xüsusilə bu qarşılaşmanı gözləyirdilər və əgər Liga mərhələsinin müşkülatlarında bəlkə bu oyunda şanslarımız faiz nisbəti ilə az dəyərləndirilirsə, indi bir qədər fərqli gözləntilər. Yəni Qarabağ sabah yaxşı oynasa, amma yekunda məğlub olsa da nəticə etibarilə Liverpool üçün bu statistik olacaq. Amma Azərbaycanda bu uzun illər danışılacaq. Amma siz aynı tərəfli oyunda olduğu kimi Liverpoolla qarşılaşmanı və Enfielddə Liverpool azarkeşləri üçün unudulmaz edə bilərsiniz. Bununla bağlı fikirləriniz. Qələbə qazanmaq. Ümumən real baxmaq lazımdır. Hər oyuna, hər şeyə real baxmaq lazımdır. Yəni əgər biz Qarabağ olaraq inkişaf eləyiriksə, deməli daha məsuliyyətli oyunların içinə giririk və daha çox danışılası belə deyək oyunların içinə giririk. Hansı ki burada ola bilər həm məğlubiyyət, həm qalibiyyət rol oynasın. Ki hər iki halda yəni bu oyundan çox danışılacaq. Amma hər bir halda biz yəni mən dəfələrlə bildirmişəm ki, bu cür komandalara qarşı oynamaq və belə bir stadionda oynamaq biz məğlub olduğumuz halda belə bizə çox böyük təcrübə verəcək və çox böyük gələcək işimiz üçün çox böyük güvən verəcək. Çünki biz illərdir yəni biz 15-16 il geriyə dönsək, hansı ki biz Avrokuboklarda iştirak etdiyimizdən ümumi həm mən özüm məşqçi olaraq, həm ümumiyyətcə rəhbərlik olaraq, klub olaraq, həm futbolçular hər böyük oyundan sonra həyəcan belə deyək daha da azalır. Təcrübə daha da çoxalır. Belə oyunların nəticəsi, yəni futbol nəticəsi ola bilər ki, bizim üçün uğursuz olsun, amma ümumi gələcək üçün, nəticələrimiz üçün çox böyük bizə təkan verir. Və bu cür biz düşünərək bura gəlmişik və inanıram ki, əgər dediyiniz kimi elə ilk püşkatmadan sonra ən çox danışılan oyun idisə bu, deməli azarkeşlərimizin sayı çoxalıb, deməli Qarabağa olan diqqət daha da çoxalıb və bu bir daha göstərir ki, biz də Azərbaycanda futbolu sevirlər, futbolu ümumiyyətcə təkcə Azərbaycan reallığında yox, ümumiyyətcə bütün Avropada bütün oyunlara, bütün komandaların öz azarkeşləri var və o cümlədən ümumiyyətcə bizdə Bakıda Liverpool azarkeşi çoxdur. Hətta bura gələn bizim Azərbaycanlı azarkeşlərimiz var, hansı ki illərdir, 10 il, 15 il mən özüm onlarla danışmışam, ünsiyyətdə olmuşam ki bu komandaya azarkeşlik eləyirlər. Düzdür, soruşmadım indi hansı oyuna azarkeşlik eləyəcəksiniz, amma hər bir halda yəni bu komanda belə deyək Bakıda, Azərbaycanda sevilir. Və inanıram ki elə bu oyunun nəticəsindən asılı olmayaraq elə bizim futbola Azərbaycanda maraq daha da çoxalacaq və daha da seviləcək oyun. Evet, iki sual icazənizlə. Sabahslay hazırda Liverpool'un ən formalı olan, ən yaxşı olan futbolcusudur və son iki oyunda cəhət zərbəsindən onların ümumiyyətlə bir ki onun ən güclü üstün tərəfidir. Və nəzərə alsaq ki, Liverpool sürətli futbol oynayır. Böyük ehtimalı onlara qarşı cəlb etmək məcburiyyətində bəzən futbolçularımız qalacaq. Yəni, belə bir tapşırıq vermişsiniz ki, hansı zonada daha çox ehtiyatlansınlar ki, rəqibləri qarşı cəlb etməsindəki bundan istifadə edərlər. Ümumən burada bəlkə də nəsə açıqlamağım biraz düzgün olmaz, amma ümumiyyətcə meydanın hər yerində belə deyək görünən futbolçudur, hər yerində təhlükə yarada bilən futbolçudur. Onun özünə xas oyun üslubu var. Eləcə də Virts biraz ona bənzərdir. Bu tərəfdən Salah, yəni biraz ümumi belə çox maraqlı, çox cəlbedici bir heyətləri var. Əlaqsız hücum xətti, müdafiə xəttini işləmirəm, çox təcrübəli, çox böyük həm kapitanları, həm oyunçuları var.
Van Dijk, hansı ki mən komanda belə bu komandaya qarşı oynamaq düşünürəm çox xoşdur və əlbəttə ki bizim top rəqibdə olanda bütün oyuncularımız müdafiə olmağı bacarmalıdır. Təkcə müdafiəçilərimiz yox və meydanın istənilən yerində. Və əlbəttə ki, onların ustalığını nəzərə alaraq daha diqqətli olmalıdırlar. Hücum xəttindəki bütün oyuncuların demək olar ki, ustalıq səviyyəsi həddindən artıq çox yuxarıdır və daha diqqətli olmalıdırlar. Və sadəcə mən əvvəl də fikirlərini bildirmişdim ki, biz bu cür komandalara qarşı bəzən öz oyunumuzu, öz düşüncəmizi meydanda göstərməyə çalışmalıyıq. Ola bilər 10 dəqiqə olsun, ola bilər 20 dəqiqə, ola bilər 45 dəqiqə olsun, amma öz istədiyimizi biz bu cür komandalara qarşı mütləq yerinə yetirməyə çalışmalıyıq ki, gələcək üçün öz gücümüzü bilək, gələcək üçün öz potensialımızı bilək. Və belə inşallah çalışacağıq biz də topla maksimum istifadə, topla davranmağa maksimum. Hər bir halda yəni, bu usta oyunculara mütləq ayrıca diqqət ayrılmalıdır. Daha önce de sual verildi. Xüsusilə müdafiə xəttində Cinanlarda qeyri-istabil və effektiv oynanmalar üstəliklə keçici Cinanlar gəlir. Düşünmək olarmı ki, bu Qarabağ üçün əsasən ki, Qarabağda Cinanlar çox yaxşı olmasın ki, durumda daha çox təzyiqi Cinanlar verəcəyiz. Belə oyunlarda ümumiyyətlə rəqib nə qədər imkan verir, biz yəqin o zonalardan istifadə etməyə çalışacağıq. Əlbəttə ki, biz rəqibə baxmışıq, rəqibi analiz etmişik. Amma onlar bu səviyyədə oyunlar yəni ildə bir 50-60 oyun oynayırlar ən azından və yəni bu cür oyunlarda inanmıram hansısa bir boşluq verməyi düşünsünlər. Amma biz də maksimum çalışacağıq ki, öz hazırlaşdığımız kimi, öz düşündüyümüz bəzi hücumları etməyə, amma dediyim kimi çox vacibdir topla daha intizamlı davranmağa. So Ruben is going to be in English for the Hungarian media. Karabakh made a huge step in Europe after beating Ferencváros in the playoffs. Is there a secret behind your team's success? Because obviously you won against teams like Benfica and Frankfurt. Biraz tam anlamadım da çok kısa dedi sualı. Biraz. Could you please again? Yo bu tərcümədə biraz. Mən sizə tərcümə edeyim. So what is the secret of your team in The Europe? secret. Because after you beat Ferencváros in the playoffs, you also achieved great victories against teams like Benfica and Frankfurt. So is there a secret, and is there a secret? What is it? Çox sağ olun. Üzrlü hesab eləsin ki, ikinci dəfə söylətdik sualı. Sir deməzdim. Sadəcə neçə illərdir biz 16-17 ildir bu komandadayam və bu komandanın qarşısına qoyulan məqsədi var. Birdən-birə böyük uğur əldə etmək yox, yavaş-yavaş, pillə-pillə kiçik uğurlarla uğurlarımızı böyütməyə və belə komanda rəhbərlik səviyyəsində çox böyük bir məsuliyyət altındaydılar, hansı ki bu komandanın yəqin məlumatları var. Çünki bu komandanın adı Qarabağdır və Qarabağın Azərbaycan üçün ümumiyyətlə nə olduğunu, hansı adı kəsb etdiyini bilir və belə bu komandada işləyən, bu klubda işləyən bütün rəhbərindən tutmuş ta istənilən işçisinə kimi çox məsuliyyətlə çalışırdılar və çox işgüzar bir kollektivimiz var idi. Və mən özüm də illər boyu futbolçu olduğum üçün bəlkə mənim üçün daha asan oldu. Çox çətinliklərdən keçmişəm və belə
işgüzarlıqla və daha çox qarşımıza özümüz tələb qoyaraq belə kiçik bir uğurlara imza atmışıq və əlbəttə ki, bugün yenə deyirəm ki, belə bir stadionda, belə bir komanda, belə bir Çempionlar Liqasında qrup mərhələsində iştirak etmək əlbəttə bizim üçün çox böyük bir sevindirici haldır. Məncə ancaq zəhmət hesabına Allahın köməlindən belə bir uğurlar əldə etmişik. Başqa sual? Any other questions? Təşəkkür edirəm hər birinizə. Thank you. Sağ olun.